aqrabu ma yakunul abdu min rabbih və huve sacidun. Qulun Allaha ən yaxın olan halı səcdə elədiyi haldır. Nə qədər insanlar var ki, təkəbbürlü insanlar səcdə eləməyi özünə ar bilir, abur bilir. Ona görə də onu haqdan danışanda adam başa düşmür. Çünki təkəbbürlüdür. Təkəbbürlü tuluğudur insan. Allah Teala deyir ki, "Səasrifu an ayatiyellezine yetekebberun fil ardı bigayril haqq." Yer üzərində haqsız olaraq təkəbbürlü eləyən insanları ayələrimizi başa düşməkdən yayındıracağıq. Adamda o qədər təkəbbürlüyü var ki, o da kibirlidir ki adam. Ayə deyirsən, hədis deyirsən, o bizə aid deyil deyir. O bizə, o sizin üçündür. Siz eləyin ibadəti. Bizə nə olur ki? Kimə nə eləmişik ki? İbadəti eləmək üçün kimlərəsə nəsə etmək və ya etməmək lazım deyil. İbadət sənin vəzifəndir. Sənin heç vaxt pulun, varın, dövlətin Firondan çox olmayacaq. Qarundan çox varlanmayacaqsan. Sən əvvəlki varlı dövlətli insanlardan çox varlanmayacaqsan. Allah onların hamısını yerə batırıb. Allah onları cəzalandırıb. Allah onları o qədər göylərə qaldırıb ki, itlərinin hürməsini eşidirdilər. Lakin başı üstə Allah Teala yerə bastırıb.